Deməli, baş verən hadisəyə öz münasibətimi bildirmişəm. Hadisəyə yox, daha doğrusu bu hadisədə böyüklərin həmin uşaqları söyməsini və təhqir etməsini qınamışam. Ümumiyyətlə düşünürəm ki, dava ilə bağlı oğlan uşaqları zaten dava edə böyüyür. Mənim 3 övladım var, 3 oğul övladım var. Onlar da dava eləyə böyüyüblər, döyülüblər də, döyüblər də. Yəni mən bunu belə qəbul edirəm ki, bu normal haldır. Yəni ki, istər-istəməz bu baş verir və həmin döyüb döyülən uşaqlar sabahçısı günü həmin insanlarla mehriban da olurlar, dost da olurlar. Yəni biz nağıllar aləmində yaşamırıq da. Hamımız bu həyatda yaşayırıq və hamımız belə böyümüşük. Mən Sovetski məhəlləsində böyümüşəm. Mənim dayılarım, anam, hamısı Sovetski məhəlləsində böyüyüblər də. Yəni məhəllə anlayışı var idi o vaxtı. Buna baxmayaraq hamısı ziyalı olub, müəllim olub, hərbiçi olub. Yəni ki, onun uşaq vaxtı davadalaşla, tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Yəni ki, bugünkü gün ay hansısa seriala baxdılar, getdilər, dava elədilər. Ay evdə düzgün tərbiyə vermədilər. Xeyr, siz evdə nə qədər düzgün tərbiyə verirsinizsə verin, düşdükləri mühit onlara öz təsirini göstərir və oğlan uşağı dava edə böyüyür. Bəli, bəziləri deyir ki, ay orada 7 nəfər bir uşağın üstünə düşmüşdü, bilmirəm nə. Mən ümumiyyətlə heç o videonu görməmişəm. Onlar yazandan sonra girdim o videoya baxdım, bir hissəsini Salih paylaşıb. O da əvvəldən sona yox, axırını paylaşıb və orada elə bir görüntü ortaya gəlib. Hər halda bunları polis tutubsa, divara düzüb, üzr istətdiriblərsə bu uşaqlara, bunlar elədiyi səhvi zaten anlayıblar. Mən böyükləri, hansı ki, özləri hal-hazırda bullyinglə məşğuldular. Ağzımızda uşaq deyirik, yəni uşaq. Onlar bizim kimi düşünə bilməzlər, onlar həyatı bizim kimi anlaya bilməzlər. Yəni bu mümkünsüz bir şeydir. Uşaq uşaqdır. Yəni istər-istəməz o səhv edə böyüyəcək. Yəni mümkün deyil ki, siz ona başa salasınız ki, bu səhvdir, sən bunu eləmə. Yəni istər-istəməz o səhv edəcək, öz səhvlərindən nəticə çıxardacaq. Yaxşı, pis insan olmaq nə ata-ana tərbiyəsinə bağlı bir şeydir, nə cəmiyyət tərbiyə. Ondan deyil, insanın öz xarakteri olur. Bir ailədən baxırsan ki, eyni tərbiyəni görmüş, 3-4 uşaq çıxır, onlardan biri tam fərqli, yəni belə deyim də, dünyanı dərk edir, fərqli yanaşır insanlara, münasibəti tam fərqlidir. 3-ü isə normaldır, 4-ü isə normaldır, biri isə tam fərqlidir. Yəni bu ailədə aldığı tərbiyə ilə asılı bir şey deyil, bu xarakterdir, yaşadığı travmalardır. Ona qarşı olan hansısa münasibətin qəbullanması, yəni elə insan var ki, normal qəbullanıb normal reaksiya verir, elələri də var ki, bunu edə bilmir. Yəni burada ən əsas mənim üçün, yəni o uşaqları qınamadan əvvəl, onları söymədən əvvəl bir çönün özünüzə baxın. Sizin axı kim ixtiyar verib ki, hər bir mövzuda bir başlıq yazılır, hansısa bir xəbər çıxır. Mən o xəbəri oxudum, mən orada bir nəfəri, 7 nəfərin döyməsini görmədim. Mən ancaq şərlərdə təhqir gördüm və bu mənə pis təsir etdi. Ki, uşaqlar niyə söyülməlidir? Sabah həmən uşaqların, sinif yoldaşları, özləri girib onu oxuyacaqlar, o travmanı yaşayacaqlar. Onlar həyata, insanlara qarşı yenə də hirsli olacaqlar, nifrət oyanacaq içlərində, kompleks yaşayacaqlar, travma yaşayacaqlar. Siz onlara nə örnəksiniz? Bu söyüş söyməklə siz bu uşaqlara nə örnək olursunuz? Yəni, qınaq. Bu qınaq deyil, bu tərbiyəsizlikdir. Əgər siz uşaqların elədiyini qınayırsınızsa, birincisi gedin öz ailənizə baxın. Öz ailənizdə qınanlası kimsə varsa, gedin onu təklikdə qınayın, onu tərbiyə edin. Başqalarına bu mövzuda belə bir fikir bildirmək ki, təhqir etmək, nəslini, kökünü söymək, valideynlərini söymək, bu səhv bir şeydir. O ki, qaldı mənim övladlarıma, mənim uşağımın da başına gəlib. Niyə ki, özündən böyük sinifdə uşaqlar var idi, hansı ki, yəni belə deyək də, bizim dildə razborkaya çağırmışdı. David də tək gedmişdi razborkaya, oğlan da tək gəlməmişdi, yanında 3 nəfər adam gətirmişdi. Amma mənim oğlum tək gedmişdi ki, gəl görüm nə deyirsən, sənin dərdin nədir? Axırda da qonşu görüb onları məhəllədə, gəlib ki, valla burada nə baş verir? Deyib ki, bizim söhbətimiz var, siz təkbətək söhbət edirsiniz, burada nə gəzirsiniz? Çəkilin, durun bir kənarda. Qonşuda yaşlı başlı adam da çəkib uşaqları qırağı, bunlar ikisi bir-biri ilə nə söhbətləri varsa danışıblar, bir-birini yumluqlayıblar, ayrılıblar, səhəri gündə gediblər, məktəbdə barışıblar, yəni ki, qutardı getdi. Normal haldır, bu normaldır, bəli. Oğlan uşaqları dava eləyə böyüyürlər. Onları uşaq vaxtından idmana da yönləndirmək lazımdır ki, əzilməsinlər. Əzilə də bilərlər, əzə də bilərlər, bunlar sabah əskər də gedəcəklər, sabah vətəni də müdafiə edəcəklər. Yəni bunu bu boyda şişirdib, qloballaşdırıb, hələ mən də söylürlər ki, siz buna haqq qazandırırsınız. Xeyr, mən ona haqq qazandırmıram. Mən bir böyük kimi uşaqları başa düşməyə çalışıram. Və düşünürəm ki, onları söyərək, təhqir edərək heç nə əldə etmək olmaz. Milli Show səhifəmizə abunə olmağı unutma.